Bu Dədə Qorqud belə vəziyyətdə, Şahnamə belə bir vəziyyətdə, aydındır, siz bir ədəbiyyatçı olaraq ki, dediyim kimi 40 ildən çoxdur, məktəblərdə, danışqahlarda, universitetdə də siz bu sahədə tədrisiniz olub, yüzlərcə, minlərcə bəlkə də sizin əlinizin altından şahidlər çıxıb, danışçılar çıxıb, tərbiyyət olublar sizin əlinizin altında. Siz bir ədəbiyyatçı olaraq istəsək biz bu iki kitabı bir-biri ilə müqayisə eləyək. Ferdowsi ki, farslar çox güvənirlər, deyirlər. Məsələn, biz Ferdowsiyə mədyunuq ki, fars dili bu cür dil sələt bu cür inkişaf tapıb. Bir ədəbiyyatçı kimi fars dilini istəsək Dədə Qorqud kitabı ilə müqayisə eləyək. Siz nələr deyərsiniz? Hansı nöqtələrə işarə edərsiniz? Əsasən bu iki kitab müqayisə eləməlidir, ya müqayisə eləməli deyil. Biz belə gəldə biləmizə, bizim heç adımız yox adətdir bizim məmləkətimizdə. Ona görə bizim kitablarımız, bizim türk qədimi kitablarımız, yəni xalqımız tanış deyirlər, bilmirlər. Niyə? Deyilməyib, yazılmayıb. Ancaq hakimiyyətlərimiz Rza Pəhləvidən bu tərəfə ancaq fars kitablarını, fars şairlərini bunlar gətiriblər, efirə qoyublar, ekrana qoyublar, böyüdüblər və onların haqqında deyiblər. Bizim şairlərimiz, bizim kitablarımız məzlum qalıb, qərib qalıb. Siz öz düşüncənizi müqayisə olaraq bu iki dənə məcmuənin müəyyidində və ya onun ətrafında buyurasınız. Şeyh və bağışlayan Allahın adı ilə Cənab Aydövtü Təbrizi mən təşəkkür edirəm, xoş gəldin deyirəm xidmətinizə. Bu konuları ki özünlə təkmil o sahədə söhbət elədin. Mən özüm çox xoşum gəldi. İttilaati, Cənab-ı Məsalih, ictimaidə, siyasidə, fərhəngidə, elmidə, ədəbidə maşallah çox qəni və doludur. Biz özümüz istifadə edirik, faydalanırıq. Amma mən bu cür başlayayım. Muhammed Fuad Köprülü ki, özü demək olar bir dənə böyük mühəqqiqdir, araşdırıcıdır. Dədə Qorqudun da haqqında, çoxlu asarın haqqında işləyib, bir dənə gözəl cümləsi var bunun. Deyir, əgər Dədə Qorqudu biz qoyaq tərəzinin bir gözünə, Türk dünyasının tamamı asarı ədəbisin, qoyaq tərəzinin o birisi gözünə, gənə Dədə Qorqud ağır gələr. Bu qutarırlar. İndi gələk biz Dədə Qorqudu gələk müqayisə eləyək. İlyad Odisə ilə, Homerinkidir, Yunanınkidir, çox yuxarı bir kitabdır. Mahabharata Hind, gələk Şahnamə ilə müqayisə eləyək. Hər asar həmasi dünya var. Gələk bununla müqayisə eləyək Dədə Qorqudla, neçə pillə onlardan yuxarıda duracaq. Mən nümunələr deyəcəyim xidmətinizə. Bizim məzlumiyyətimiz aid götürür. Təh qurmuş yolu deyək ki, bizim məzlumiyyətimiz çoxdur. Gəlirik idman sahəsinə, biz məzlumiyyətlə müvaziyik. Gəlirik ədəbiyyat sahəsinə o cür, fərhəng sahəsinə o cür, dil sahəsinə o cür. Bizim ədəbiyyatda o qədr qəni kitablarımız vardı, Türk ədəbiyyatında. Mən bunlardan 5 dənəsin. Bunu bu cür deyim ki, qalarığı, Türkün varlığı, bu 5 dənə əsərdir. İlk əsər Dədə Qorquddur. Bunda heç kəsin şəkki yoxdur ki, mən bu mövriddə, bu sahədə müfəssəl xidmətinizə söhbət eləyəcəyəm. Çünki mən bir dənə müəlliməm, 45 il dəbiristanlarda, pişdanışqahlarda, danışqahlarda, məqatil müxtəlifdə, karşılansı ərşəddə, doktori təxəssüsüdə həm tədris eləmişik, həm payannamələrdə, risalələrdə xidmətlərində olmuşuq danışçıların. Soğuq vermişik, işləyiblə Şahnamənin mordunda çox işləyibdir. Ki, mən müqayisə eləyəcəyim münsif adamlardan, istəyəcəyim ki, özləri də bu zəminədə bir mütaliə eləyərəm. Mən bilirəm çox adam, demirəm heç farslardan, tüylərin özündən də çox adam bu 5 kitabı içində adapacağım, bunları mütaliə eləməyiblər. Heç bunların çoxunun adını bilmirlər. Bunun bir bəxşi qədir, bəli, bizim camiədə bu kitablara əhəmiyyət verməyiblər, çap olmayıbdır. Ərsəyə gəlməyib tam mərdim görə bu kitabları. Amma biri də bizim özümüzdə müşkil var. Özümüz dalıcaq getməmişik. Dalıcaq gedən həm Dədə Qorqudu tapa bilər, həm Ətəbətül Həqaiqi tapa bilər, həm Qutadığı Biliki tapa bilər, hamısını tapa bilər. Bu 5 dənədən sədri də Dədə Qorquddur. Ki, bunun haqqında çox söz vardı, gələk danışılar. Ki, bunun haqqında mən 2001-də
İstockholm, Sueddə bu kitab ki, Bulut Qaraçoğlu rəhmətdir. Zəhmət çəkmişdi. Bu kitabı təhiyyə eləmişdi. Həm ərəb əlifbası ilə, həm latin əlifbası ilə. Mənim varım bu kitab Bakıdan rəhmətlik əmoğlum bu kitabı yolladı mənə. 24 il bundan qabaq mən o kitabla mənusam. İndi də inancına mən həftədə bir dəfə Dədə Qorqudun dəstanlarına müraciət edirəm. Və şükür Allaha ki, yaxın keçmişdə 13-cü, yəni dəstanı da tapıldı Dədə Qorqudun. 3-cü nüsxəsi tapıldı. O 3-cü nüsxə hamısından kamildir. İlk nüsxə Dresden Almanın kitabxanasından tapıldı. Ki 12 dəstandır, bir dənə müqəddəmə ilə. İkinci nüsxə Vatikandan tapıldı. Ki o naqisdir. Düzdür, inşayı bu iki kitab bir-birə oxşarı vardı. Amma orada 6 dəstan vardı Vatikancında. Bu üçüncü ki tapılıbdır, Profesör Metin Əkici tozihat verdi, açıqlama verdi Türkiyədə bunun haqqında bu kitabın. Dedi, Allaha şükür olsun. 13-cü dəstan ki, nüsxə-i Dresden'də Vatikanda yox idi. Bu 13-cü dəstan da 61 səhifədir ki, Salur Qazan ki, əsl qəhrəmanı Dədə Qorqudun kitabı 7 baş əjdaha ilə mübarizə edir ki, nimaddır əlbəttə bunlar. 61 səhifədə ki, inşallah tezliklə yayıla, çap ola oxucuların əllərinə də yetişə bu nüsxə. İkinci əsər Divan-ı Lüğat-ı Türküdür. Kaşgarlı Mahmud Məhmud Kaşqərinindir. Bu 5-ci Hicri yüzülünə qayıdır. Yəni, qarni 5-ci qarnidə. Bundan qabaq bir dənə əsər çap olur 2-3 il bundan qabaq yazılır. Qutadığı bilik. Yəni nə qutadığı bilik? Bilik məlumdur, elmidir. Qutadığı yəni səadət bağışlayan, xoşbəxtlik bağışlayan. Bu əsər nə mənədir? Bu əsər 2-3 il dedim. Divan-ı Lüğat Türküdən qabaq yazılıb. Bu da 5-ci qarnidir, Hicri qəməri. İlkin türkü və İslami əsər budur. Qutadığı bilikdir. Bunun yazanı Hacib Balasağuni ki, Yusuf Hacib Xas deyərlər, Yusuf Xas Hacib deyərlər biləsinə. Çox gözəl bir əsərdir. Bəli, bunu nəzmə çəkib 88 babdır. 6645 beytidir. Vəzni də çox gözəldir. Divan-ı Lüğat Türküdə ki, Türkü Xaqaniyə yazılıb. Bu da Türkü Xaqaniyə yazılıbdır. Türkü Uyğuru ilə fərq eləyirlər bunlar. Dövlət-i Qəraxaninin dərbarında bir xət raic idi. Türkü Xaqani deyirlər. Bu da Türkü Xaqaniyə yazılıbdır. Bəli, ki, burada siyasət-i modern, tədbir-i mənzil. Çox gözəl bəhsidir bu. Baxın, biz hikmət-i əməlidə deyirik 3 mərhələsi var. Təhzib-i nəfsidir. Yəni, əvvəl adam özün gəl islah eləsin. İkinci tədbir-i mənzildir. Özün islah elədi, ailəsini islah eləsin, ailəsini müdiriyyət eləyə bilsin. Üçüncü siyasət-i moderndur. Modern cəmi Mədinədir. Siyasət-i modern yəni ayin-i kişvərdari, ayin-i şəhridari. Ki, bizim şairədən biri vardı. Çox gözəl deyir, evində xanımına sözü keçməyən şəhridar olub, ya fərmandar olub, ya ustandar olub, el dolandırır. Usulən gələ adam ailəsinə də müdiriyyət eləyə bilər. Bu əsər çox cəlibdir. Siyasət-i modernlə tədbir-i mənzilə çox təkid eləyibdir. Bartold bir dənə doğuşinasdır, yəni müstəşrikdir, şərqşinasdır, ruslu. Çox qəvi müstəşrikdir bu. Bu kitabın moridində çox gözəl izhar nəzərə eləyibdir. Bu kitabı gəlib Qabusname-i Unsurul Maali ilə Keykavusu İskəndər və Siyasətname-i Xacə Nizamül Mülk Tusi ilə tutuşdurubdur bu əsəri müqayisə eləyibdir. 4-cü əsərimiz Divan-ı Hikmət-i Yəsəvidir. Xacə Əhməd Yəsəvi در واقع مزامین صوفیانəni, مزامین عارفانəni bu kitabda gətirib nəzmə çəkib. 70 qətədir bu. Divan-ı Hikmət Yəsəvi 2 əslə üstuvardır. Biri əsli dinidir, unsuru dini, İslami, biri də unsuru milli. Yəni ikinci bəhsi də bunun bəhsi milliyyətdir. Milliyyəti mətrə eləyibdir.
Bu da çox gözəldir ki, tüylərin əski, amiyane ədəbiyyatı Divan-ı Hikmət Yəsəvidə mətrah olub. Amma 4-cü əsər Ətəbətül Həqaiq ki, bunun bəzi yerlərdə adını deyərdilər Hibətül Həqaiq, Heybətül Həqaiq ki, sonra bunu bəli o mühəqqiqlər gəldilər, dedilər ki, bu kitabın əsl adı Ətəbətül Həqaiqdir. Ətəbə yəni astanə. Ətəbətül Həqaiqdir bizim Sulduzlu sürgün müəllim Cənab Muhərrəm Pərizad ki, bəndən Dəbiristanda ustad olubdur. Bu kitabın haqqında çox zəhmət çəkibdir ki, duva qaçma mərasimi qoyuldu burada. Mənə də iftixar nəsib oldu bu rünmaya duva qaçmada bir 10-15 dəqiqə Cənab Muhərrəm Pərizadın, sürgün müəllimin zəhmətlərinin haqqında danışdım. Çox gözəl 618 səfhədə bu kitabı çevirib, tərcümə eləyibdi, şərh veribdi. Çox 5-6 dənə hər beytin altında şərh gətiribdi. Bu vaqən oxumalı bir kitabdır. Bunu yazan kimdir? Xacə Əhməd Yuqnaqi. Ədib Əhməd Yuqnaqi deyərlər, biri də deyərlər bu anadan doğma gözü görməz imiş, yəni kör imiş. Gündə 4 ağac, yəni 24 kilometr bu yol gedərmiş, təhsil edərmiş, məktəbə gedərmiş. Nə əzəmətli insanlar vardı. Bu gözəllikdə kitabı yaradıbdır. Bu kitabında Türk dünyasında çox yuxarı mərtəbəti, məkanəti, mənzələti vardı ki, mən etiqadım bu 5 kitaba biz əhəmiyyət qail olaq, ərziş qail olaq. Bu kitabı da Cənab Muhərrəm Pərizad ki, açıqlayıbdır, şərh veribdir. Adını orası ki, yadımdadır. Heybətül Həqaiq qoyubdur və çox zəhmət çəkibdir. Bəli, bu bizim 5 dənə əsərdir ki, bunların çoxu da dedim Türkü Xaqaniyə ya Türkü Kaşqəriyə yazılıbdır. O çəkamələr, şeirlər ki, Divan-ı Lüğat-ı Türk Kaşqəridə var, onlar hecaidir. Amma o şeirlər ki, Qutadqub Bilikdə vardı, ya məsələn Ətəbədə vardı, bunlar vəzni əruzidir. Bəhr-i mütəqarib-i müsəmmən məhsubdur, fəulun, 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 fəəl, ya axırı fəul fərq elədir. Ki, bizim demək olar çoxlu əsərlər bu vəznidədir. Həkim Nizaminin İskəndərnaməsi, Bustan-ı Səədi, Şahnamə-i Firdusinin özü bu vəznində yazılıblar. Gözəl bir vəznidir.